Salam aleykum. Deməli, natrium hidrid üstə gəlinsin su, əmələ gəlir natrium hidroksid, üstə gəlir hidrogen. Burada deməli azalan xəttlər solda duranları təmsil edir, artan xəttlər sağda duranları. 2 dənə artan xətt var, bu baxın. Biri lap yuxarıda da C-dir, bilmirəm. Biri isə aşağıda 0,5-dir. Təbii ki, bu 40-dır, bu da 2-dir. Ona görə lap yuxarıda olan C natrium hidroksidindir, 0,5 də hidrogenindir. Sonra biz baxırıq ki, bunlar azalan xəttlər. İkisi də B-dən azal, yəni ikisi də B qramdır. Bu 24-dür, bu da 18-dir. İndi hansından işləyəcəyik? Buradan biz isti C-ni tapaq. C buradan bərabərdir. 0,5'i vururam 40'a bölürəm 2'ye. Bu 10 qram edəcək. Bu artıq məlumdur. İndi B bölü 24, B bölü 18 hansı kiçikdir? B bölü 24 hansı kiçikdir? O tam sərf olacaq. Ona görə bu tam sərf olunan natrium hidriddir. Gəlib ada dayanan isə deməli sudur. Və biz deməli natrium hidrid yazırıq, bir də hidrogen yazırıq. 0,5 2, yəni hansı tam sərf olunur onu tapırıq. Buradan da deməli 0,5 vur 24 bölü 2 6. B buradan bərabərdir 6. Və burada yazıram. B buradan 6'ya bərabərdir. Deməli natrium hidrid 6 sərf olunanda görək hidrogen su nə qədər sərf olur? Çünki su artikalda baxır. 6 vur 18 bölü 24. Bu da 4,5 qram sərf olur. Su da 6 idi. 6'dan 4,5 çıxanda 1,5, o da gəlib ada deməli dayanır. Ada buradan bərabərdir 1,5'ə. Ümumən bunların cəmi 16 üstə gəl 1,5 17,5 edəcək.